Değerli tələbələr, dövlət qulluğuna və magistra hazırlaşanlar. Belə bir qəbul sualının izahına birlikdə baxırıq. Bu sual noyabr ayında dövlət qulluğuna qəbul imtahanında düşmüşdü. Deməli, biz bu sualı şifrəli əməllər sualına, mövzusuna daha doğrusu aid edirik. Bizə nə deyir? Deyir ki, bu 5 rəqəmli ədəd üstündə xətt çəkmək, bəli, 5 rəqəmli ədəd olduğunu deməkdir. 3-ə qalıqsız bölünürsə, A plus B plus C cəminə uyğun olan ədədlərin kodlarını seç. Deməli, bu nə deməkdir? Deyir ki, 9 plus 8 neçə eləyir? 9 plus 8 bizə verir 17-ni. Yəni deyir ki, 17 ilə A plus B plus C-ni. Bunları toplayanda 3-ə bölürsənsə qalıqsız olsun. Qalıq 0 deyək. İndi A, B, C-nin yerinə nə qoya bilərik? Məsəl üçün, 3-nə bir yerdə, çünki cəminə deyir. 1-dən başlayıram. Deyim ki, 1 olur, yoxsa yox. 16 qoysam A plus B plus C-nin yerinə, 17 plus 16 bizə verir 33. Bəli, 33 3-ə qalıqsız bölünür. Deməli, 1-i götürə bilərəm. İkincinə keçirəm. İkinci kodum deyir ki, ədəd 14-dür. 14 qoysam 17 ilə 14 bizə verir neçəni? 31-i. 31 3-ə qalıqsız bölünmür. Deməli, 2-ni götürməyəcəyik. Əslində cavabımız çıxır, 1-i götürürük, 2-ni götürmürüksə, bunlar gedir, bir dənə qalır C variantı. Gəlin hamısını yoxlayaq. 4-dən 8-də yoxlayaq ki, olur, olmur. 3 qoysam onsuz 17 ilə 3 bizə neçə edir? 20, 23-ə bölünmür, bu da gedir. 4-ə baxıram ki, 25-dir. 17 ilə 25 bizə edir 42. 42-ni 3-ə böləndə edir 14. 14 bəli, yəni 3-ə qalıqsız bölünür. 4-ü götürürəm. Bir də 8 verir ki, 8-ə baxaq. Deməli, 17 ilə 13-ü toplayırıq, edir 30. 30 da 3-ə qalıqsız bölündüyünə görə 8 də götürürük. Yəni cavabımız C variantına uyğun gəlir. Dəyərli tələbələr, əgər videonu bura qədər izləmisinizsə, səhifəyə keçib takib atıb, səhifəmi böyütmək, həm də daha çox tələbəyə bu izahlarımızı çatdırmaq üçün dəstək olsanız çox sevinərəm.